Yaxşı sualdır, amma bu sualın cavabı da sadədir. Qərbi Avropa ölkələrində olan situasiya vəziyyəti Şərqi Avropa ölkələrinə biz şamil etsək, heç nə dəyişməyəcək. Eyni vəziyyətdir. Bu dəqiqə hakimiyyətdə olan hökumətlər, partiyaların heç biri, bizim xalqın bir yaxşı sözü var, öz ayranını turş deməz. Onların heç biri hərbi xərcləri artırmaq, sosial xərcləri azaltmaq, büdcəyə yenidən baxmaq və beləcə kütlənin narazılığını, qəzəbini qazanmaq istəmir. Kim istəyər ki, maaşı azalsın, kim istəyər vergi artsın, kim istəyər iş günləri artırılsın və bütün bunların heç birinə nə Qərbi, nə Şərqi Avropa ölkələri hazır deyirlər. Onlar sadəcə olaraq müharibədən uzaq olaraq pul hesabına döyüşmək niyyətindədir. Amma tarix belə ölkələri bağışlamır. Vaxtilə qədim Bizantium imperiyası, yəni biz onu Bizans deyirik, o da pul hesabına muzluları tuturdu. Çöllülərə, köçərlərə, ərəblərə, Hunlara qarşı bu muzlular vasitəsilə müharibə edirdi. Pul vasitəsilə. Amma pul vasitəsilə müharibələr başlana bilər, udula bilməz. Şərqi Avropa ölkələrinin ümumi müdafiə xətti yaratmaz vəziyyətdədir. Mən hərbi terminlər işlətmək istəməzdim. Sadəcə onu deyim ki, şəxsi heyət sarıdan belə vəziyyət çox bərbaddır. Almaniya ordusunda orta yaş həddi 24-dür. Halbuki 21 olmalıdır. Rumıniya ordusunda şəxsi heyət çatışmazlığı 62% təşkil edir. Polşa ordusunun döyüş hazırlığı ümumiyyətlə çox pis vəziyyətdədir. Çünki Polşa ordusunun iştirak etdiyi son hərbi əməliyyat Əfqanistanda 2001-ci ildə idi. Yəni 24 ildir Polşa ordusu heç bir silahlı insidentdə bilavasitə iştirak etmir. Yəni substantiv iştirakdan, səngər döyüşlərinin söhbət belə gedə bilməz. Norveç, İsveçdən tutaraq Rumıniya qədər olan çox uzun bir perimetr boyunca Rusiya bu dəqiqə istədiyini edə bilər. Heç də təsadüfi deyil ki, Rusiya oyunda, bu geosiyasi poker oyunda stavkaları dəfələrlə artıraraq Qərb 2025 hərbi təlimlərində 18 İskəndər ballistik raket buraxılış qurğusunu sərhədə yaxın bölgəyə yerləşdirdi və bu İskəndərlərlə Parisi belə vurmağa imkanı var. Bu xəbərdarlıqdır. Bu demək deyil müharibə olacaq. Sadəcə bu Qərbi Avropa ölkələrini, xüsusilə Türkiyə ilə münasibətdə, Ukrayna ilə münasibətdə yuxarıdan aşağı baxmaq, özündən razı davranmağının puç və tamamilə reminiscensiya edilmiş bir davranış olduğunu göstərdi. Müharibə etmək, bank məsələlərini həll etmək, qətnamələr qəbul etmək və yaxud da gender bərabəri ilə bağlı müzakirələr aparmaq deyil. Müharibə etmək əzm, iradə, cəsarət və bütün sənayenin, iqtisadiyyatın, cəmiyyətin bir hədəfə köklənməsini istəyir. Bu nə Polşada var, nə Rumuniyada, nə bir başqa ölkədə.